bir dənə dərs var idi. Bütün sinif hamısı həyəcanla o dərsi gözləyirdi. Bütün sinif hamısı kitabın vərəqlərini sayırdı. O dərsə 36 vərəq qaldı. O dərsə 35 vərəq qaldı. O dərsə 33 vərəq qaldı. Müəllim o dərsi keçmirdi. Deyirdi, gedin evdə oxuyun. Niyə dana? Mən istəyirəm sən onu mənə izah eləyəsən. Mən də prosto belə qulaq asım. Elə dana. Niyə eləmirsən? Eləmirdi. Bilirsiniz necə? Belə-belə uşağı təhsildən yayındırırlar. Başa düşdünüz? Yəni, dərsə olan həvəsim öldü. Keçmirdi. Tək biz yox, paralel oxuduğumuz sinifin uşaqlarıyla yığılırdıq məktəbin dalına. Bizim bir tema vardı, belirdik, Allah haqqı. Belə cərgəylə oturduq, belirdik. Nə oldu? Demirəm, utanla qızarırdıq. Bir də, o bir tərəfdən soruşurdular, abla nə məsələdir? 36-cı səhifə. Yəni ki, 36-cı səhifəni aç, sən də bax. O da oradan baxırdı. Sağdan birinci şəkil. Yəni olsun. İndi o şəkillərə baxan da yoxdur. İndiki uşaqlar məktəbə getməmiş, onun hamısını əzbərə bilir.